Qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm Rəəytu fil mənami rəculən qad ətəhu mələkul məvt liqabzi ruhi fəcəəhu birru valideyh fəmənəəhu minih. Həzrəti Resul-i Əkrəm sallallahu aleyh buyurur, yuxuda bir adam gördüm. Rəəytu fil mənami rəculən. Yuxuda bir adam gördüm ki, ölüm mələyi onun canını almaq üçün gəlmişdi. Amma valideynlərinə etdiyi yaxşılıq gəlib ona mane oldu. Fəcəəhu birru valideyhi fəmənəəhu minih. Neynədir? Sadəcə onun valideynlərinə qarşı gözəl münasibəti var idi, gözəl əxlaqı var idi, gözəl rəftarı var idi. Peyğəmbər sallallahu aleyhi deyir ki, gördüm ki, ölüm mələyi gəlir, amma onun ruhun qəbz eləmədi, yəni ruhun almadı, onu ölümə aparmadı, onu digər bir aləmə aparmadı. Niyə? Gəldi bir məsələ mane oldu ki, onun qarşısında durdu. O da ki, valideynlərə etdiyi yaxşılıq məsələsi idi. Və sonra bir yerdə də Həzrəti Resul-i Əkrəm sallallahu aleyh buyurur ki, Qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm Arizallah ma'rizal valideyn. Allahın rızası valideynin rızasıdır. Və səxətəllahi ma'a səxətil valideyn. Və Allahın qəzəbi valideynin qəzəbi ilədir. Yəni, valideyn övladından razı olduğu halda Allah da ondan razı olacaq. Və valideyn qəzəbləndiyi halda övladına, Allah da o övlada qəzəblənər.